meyvələr ikidir olur uşaqlar. Şirəli meyvələr və quru meyvələr. Əgər meyvə yanlığı nazikdirsə və bişiriyəndə şirə axırsa, yəni ləti varsa, bu sayılır şirəli meyvələr. Əgər ləti yoxdursa, qurudursa, buna deyirlər, quru meyvələr deyilir. Uşaqlar, quru meyvələrdə iki yerə bölünür. Bir toxumlu və çox toxumlu quru meyvələrlə, bir toxumlu və çox toxumlu quru meyvələrə bölünür. Bir toxumlu quru meyvələrə aiddir dən meyvə, toxumca meyvə, fındıq meyvə. Nə aiddir? Dən meyvə, toxumca meyvə, fındıq meyvə. Əgər toxum qabığı nazik olub, toxuma yapışırsa, bu sayılır dən meyvə. Əgər yapışmırsa, aralı olursa, bu sayılır toxumca meyvə. Məsələn, biz viskanı istəyirik, tulluyuruq gedir də, düz demirəm. Onda bu nə sayılır? Meyvə yanlığı toxuma yapışmadı. Bu nə sayılır? Toxumca meyvə. Amma qarqalıda, buğdada, taxıllarda meyvə yanlığı toxuma yapışır. Ona görə biz nə deyirik buna? Dən meyvə deyirsən. Dən meyvə kimlərdə olur? Taxıllarda olur. Bunların fərqidir. Mən sənə sual verəcəm. Dən meyvə ilə toxumca meyvə oxşar cəhəti nədir? Deyirsən, mənim ikisi də bir toxumludur. İkisi də qurudur. Amma fərqi cəhəti nədir? Deyirsən, taxıllarda, dən meyvələrdə yapışır, amma toxumca meyvədə yapışmır. Oldu. Çox toxumlu quru meyvələrə aiddir. Paxla meyvə, buynuz meyvə, qutucuq meyvə. Nə aiddir? Paxla meyvə, buynuz meyvə, qutucuq meyvə aiddir. Bunların hər ikisində oxşar cəhəti var. Hər ikisi də çox toxumludur, hər ikisi də quru meyvədir və hər ikisi də iki taycıdan ibarətdir, iki taycıdan ibarətdir. Amma paxla meyvədə toxumlar həmən tayın oyuğunda yerləşir. Harada yerləşir? Oyuğunda. Ancaq buynuz meyvədəsə arasında ara kəsmə olur, orada yerləşir. Harada yerləşir? Arasında ara kəsmə olur, orada yerləşir. Demək, oxşar cəhəti nə oldu ikisinin? Hər ikisi də çox toxumludur, hər ikisi də quru meyvədir və hər ikisi də iki taycıqdan ibarətdir. Əgər içində olan oyuqda yerləşirsə, olur paxla meyvə, arasında olan ara kəsmədə olursa, olur buynuz meyvə. Toxumca, bir də var qutucuq meyvə, onlar da həmçinin çox toxumlu quru meyvələrdir ki, lalədir, xaşxaşdır, qutucuqlar quruyur, çatlayır və neyinir? Toxumları yayılmağa başlayır. Sonra uşaqlar, bunlar da sayılır quru meyvələr. Şəhərli meyvələr də olur yenə bir toxumlu və çox toxumlu. Bir toxumlu şəhərli meyvələr çərdək meyvədir, çox toxumlu şəhərli meyvələr gilə meyvələrdir. Bir toxumlu şəhərli meyvələr hansılardır? Yəni çərdək meyvələr hansılardır? Ərik, şaftalı, cavalı, gözü bir dənə çərdəyi var. Bu nə sayılır? Bir toxumlu quru meyvələr. Bir də çərdəyin şəklinə baxalım. Bax, bu nə sayılır? Tutaq ki, bu